Mən sizinlə bu günləri Zakirin Badi Sabah mənim dərdi dilimi dedin nə dedi, rədifli qoşmasından bir yerdə oxuyub və təhlil edəcəyik. İndi isə başlayaq. Badi Sabah mənim dərdi dilimi, ol biti zibaya dedin nə dedi. Badi Sabah burada xitabdır, daha sonra dedin nə dedi, burada da bədii xitabdır. Ah-ı naləm, aysimanən yetdiyin, gərdanı minayə dedin nə dedi. Düşüb ayağına sən o zalımın, düşüb ayağa sözü metafordur. Söylədinmi necəliyini halımı, burada da halımı metonimiyadır. Onun həsrətində rəngi alımı, döndü heyvaya dedin nə dedi. Dedin nə dedi, burada həmçinin rədifdir, bədii sualdır. Heyvaya təşbih etdim. Görsəydim varmı məni bimarə, nüsxə-i hüsnünə onun bir çarə. Dildə iztirabı, təndə buxarə, sərimdə sevdaya dedin nə dedi. Qəm əlindən payı bəstə olduğum, hal pərişan dil şikəstə olduğum, bəstəsi möhnətdə xəstə olduğum bu 3 misradan mübaliğədir. Gözləri şəhlaya dedin nə dedi. Sərasər fələyin şəmsi mahnına, tamam yer üzünün kibəcağına, Zakirin əhvalın xublar şahına, ağlaya dedin nə dedi. Bu mühürbətdir. Həmçinin burada lüğət verilib. Lüğəti də yəni oxumağımız vacibdir ki, suallarda verilə bilər ki, məsələn, Badi Sabah mənası nədir? Ola bilər ki, variantlarda ah və nalə, sama, göy, yəni bunlar ayrılıqda öz mənaları var. Badi Sabah mənası səhər yeri deməkdir. İndi isə gəlin birlikdə əsərin təhlilinə baxaq. Onu da qeyd edim ki, ən çox düşən blok suallarının biri Badi Sabah mənim dərdi dilimidir. Yəni bu birincidə olmasa da ikincidə düşür və yaxud da ikincidə düşməsə də birincidə düşən suallardan biridir. Deməli, bu əsər formaca şairin digər qoşmalarına bənzəsə də onlardakı hiss və düşüncənin təzəliyi diqqəti dərhal cəlb edir və onun maraqla oxunmasına, sevilməsinə səbəb olur. Qoşmanın məzmunu ilə tanışlıq mövzusunu müəyyənləşdirməyə imkan verir. Lirik qəhrəmanın, yəni aşıq obrazının, aşıq deyəndə aşiq çaşdım, üzr istəyirəm. Aşıq obrazının təsirli bir dillə ifadə olunmuş hiss-həyəcanları onun ətraflı səciyyələndirilməsinə əhəmiyyətli rol oynayır. Elə ki, misralardan aydın olur ki, o dərin məhəbbətlə sevən aşiqdir və sevdiyini çox yüksək dəyərləndirir. Onu buti-zibaya adlandırır. Lakin aşiqin günü xoş keçmir. Sevdiyindən xoşüz, mehriban rəftar görmədiyindən ahı naləsi göylərə çatır. Həsrət içində qovrulan sədaqətli aşiq heyva kimi saralsa da, xəstə düşsə də ümidsiz deyildir. Deyilsə ki, suallarda aşiq ümidsizdir, xeyr, yanlışdır, aşiq ümidsiz deyildir. Yer üzünün qibləgahı, yəni saydığı sevgisinin şad xəbər alacağına inanır. Ümidsiz deyil və ondan şad xəbər alacağına inanır. Bugünə qədər də bugünü səbirsizliklə gözləyir. Qoşma maraqlı məzmun ilə diqqəti cəlb edir. Lirik qəhrəman Badi Sabaya, yəni səhər yelinə müraciətlə sözə başlayır. Bayaq dediyimiz kimi müraciətlə bu sözə başlayır. Öz kövrək duyğularını bölüşür, arzusunu çatdırır. Fikrin ardıcıl olunaraq sual şəklində ifadə edilməsi onun təsir gücünü daha da artırır və məzmunu bir həzinlik gətirir. Şeir boyu təzaddan məharətlə istifadə edən şair aşiqin kədər və həyəcanı ilə sevgilinin gözəlliyini qarşılaşdırır. Bu oxucuda gah fərəhli, gah da kədərli duyğuların yaranmasına, güclü emosionallığın baş qaldırmasına səbəb olur. Digər maraqlı məcazlardan istifadə aşiqin çarəsizliyi, sevgisinin gözəlliyini barədə yaranmış təsəvvürü daha da zənginləşdirir. Lirik qəhrəmanı səciyyəvi xüsusiyyətlərinin aydınlaşdırılması şeirdəki başlıca fikir, ideya müəyyənləşdirməyə imkan yaradır. Əsərlə bağlı ümumi qeydləri də nəzər salsaq,
Əsər bildiyimiz kimi lirik növ və heca vəznində qoşma janrında dördlük şəklində tərənnüm əsasında yazılmışdır. Qoşma janrında yazılan əsərin son bəndi müəllifin təxəllüsü adı işlənir, yəni son bənd möhür bənd hesab edilir. 5 bənddən ibarətdir. Klassik şeir əlamətləri özünü göstərmir. Müəllif sonda öz adını çəksə də özünə müraciət etmir. Bu sadəcə möhür bənd adlanır. Əsər Badi Səbaya, yəni səhər yelinə müraciətlə başlanır. Həmçinin də burada Xətainin Dəhnamə poemasındakı aşiq obrazının istifadə etdiyi üsulla eyniyyət kəsb edir. Şeirdə rədiflər istifadə olunur. Həmçinin dedikdə dedi nə dedi? Rədifli qoşmadır. Başqa olaraq da müəllif öz halını sevgilisini ağlaya-ağlaya çatdıran Badi Səbaya müraciət edir. Desə ki, Badi Səbaya müraciət yoxdur, yanlışdır. Həsrət içində qovrulan aşiq heyva kimi saralıb solsa da ümidsizliyə düşmür. Aşiq heyva kimi saralıb solur. Lirik qəhrəman sevgilisini Xublar şahı adlandırır. Lirik qəhrəman sevgilisini nə adlandırır? Xublar şahı. Lirik qəhrəman səhər yelinə, yəni Badi Səbaya sevgilisinin halının necəliyini soruşur, fikri yanlışdır. Belə bir şey yoxdur. Çünki o öz halının necəliyini ifadə edir. Lirik qəhrəmanın kədəri obrazlı şəkildə ifadə olunmuşdur. Sevgilisinin cavab məhəbbətinə yüksək dəyər verən aşiq üçün çox əhəmiyyətlidir. Yer üzrün qibləgahı adlandıran məşuqə obrazına əsərdə yer verilməyibdir. Bundan başqa olaraq da lirik qəhrəman öz duyğuları heç kəsə açmır, fikri yanlışdır. Çünki Badi Səbaya açır. Şeir sona çatdıqda aydın olunur ki, aşiq dərin hisslər yaşayır, fikri yanlışdır. Çünki elə ilk misratında bu duyulur. Aşiq qəm-qüssədən dərd yatağına düşüb. Aşiqin ah-naləsini göyə çatması öz dilindən verilir. Deyilsə ki, müəllifin dilindən də yanlışdır. Aşiqin elə öz dilindən verilib. Aşiqin həsrətlə rəngi solmuş, xəstələnmişdir. Yəni heyva kimi solmuşdur. Aşiqin həsrətdən rəngi solmuşdur. Məşuqənin ayağına düşən aşiq öz halını bəyan edir, fikri də yanlışdır. Aşiq sevgilidən rədd cavabı almır. Ümumiyyətlə məşuqənin fikri əsərdə gizli qalır. Aşiqin rəqibi olması və onun aşiqi gözdən salması kimi fikri əsərdə rast gəlinmir. Bugünlük bu qədər.